Bugünkü mövzumuz şifrəli əməllərdir. Şifrəli əməllər ümumiyyətlə 4 dənədir. Vurma, bölmə, çıxma, bir də toplamadan ibarətdir. Və bu şifrəli əməllərdə bəzi qaydalar var. İndi əsasən o toplama, çıxmada var, vurmada çox qayda yoxdur. Ancaq sual üzərindən yazmaq lazımdır ki, biz həmin qaydalarla tanış olaq. Birincisi, bu suala baxsaq, bu sualda görürəm ki, K elemi M-ə vurub, bunu alır. Və burada K elemin elə vuranda bu alınır. Bilirik ki, vurmaya görə 6-6 vurmadır. K elemi də M-ə vuranda bu alınır. İndi burada bir nüans var. M-i M-ə vurub 1 alır. Bu hansı halda ola bilər? M vur M bərabərdir 1. İki halda ola bilər. Ya M-in bir qiyməti üçün 1 vur 1, 1 eləyir. Bir də 9 qiyməti üçün. Çünki bu kvadrat deməkdir, M vur M kvadrat deməkdir. Nəyin kvadratı 1 eləyir? Ya 1-in kvadratı, ya da 9-un kvadratı 1 ilə qutarır. Demək, ya M 1-dir, ya da 9-dur. Amma bura fikir versək ki, M-ə 1 versək, 1-i 1-ə vuranda KL 1 alınır. KL 1 alınır. Demək ki, M-in burada 9 qiymətini seçmirəm. Biz burada M-in 1 qiymətini seçirik. Demək, M-ə yazdıq ki, 1. İndi burada 1-i elə vuranda 5 alır. Onda o L-in qiyməti neçə olur? 5-dir də, 1-i 5-ə vuranda 5 eləyir. L-in qiyməti də 5-dir. 5 ilə 1-in də cəmi 6 eləyir. Demək, bu nöqtə də 6-dır. Aha. İndi bunu həll eləmək bizə nəyi soruşur? N-in qiymətini. N nədir? N budur. Deməli, bunu həll eləmək üçün 2 dənə qaydanı gedə bilərik. Ya 6765 ədədini 15-ə bölərik, bunu taparıq. Bu şəkildə işləyə bilərik. Yəni, bu da əlverişli üsullardan biridir. 6765-i 15-ə bölündə neçə eləyir? Demək, 6765-i 15-ə böləndə eləyir neçə? 451. Onda K-nın da qiyməti nədir? 4-dür. İndi bizdən N-in qiymətini soruşur. N haradadır? 451-in 5-ə vurulmasındadır. 5-i 1-ə vuranda 5, 5-i 5-ə 25, 2 yadda, 5-i 4-ə 20, 2 də gələndə 22. Demək, N-in də qiyməti neçəymiş? 22. Məndən də N-in qiymətini soruşurdu. N 2-yə bərabərdir. İndi başqa vurmaya baxaq. Aha, burada bizdən nəyi soruşur? A ilə B-nin cəmini soruşur. A ilə B-nin cəmini. Aha, burada görürəm ki, nöqtə var. Bu nöqtələr o demək deyil ki, bir nöqtənin qiyməti 5-dirsə, bütün nöqtələr 5-dir. Nöqtələr eyni də ola bilər, amma hərflər eyni ola bilməz. B 5-dirsə, A 5 olmayacaq, 4 olacaq. Ya da ən başqa bir qiymət olmalıdır. Amma nöqtələr eyni qiyməti ala bilər, yəni nöqtələrdə heç bir problem yoxdur. Deməli, bura baxanda görürəm, nə görürəm? A, B, A-nı A-ya vuranda A, B, A alınır. Onda demək, A-nın qiyməti neçədir? 1. Gətirəm A-nın yerinə 1 yazıram. Harada A gördüm, yerinə 1 yazıram. İkinci nüans nədən ibarətdir? Bu 6 hardan gəlir? Buradan 2 nöqtədən düşür də 6 aşağı. Demək ki, bu nöqtənin qiyməti neçədir? 6. İndi 1-i B-yə vuranda 6 eləyirsə, B-nin qiyməti 6-dır da. Onda B-yə də 6 yazın. Harada B gördüm, yerinə 6 yazın. Məndən də elə A ilə B-nin qiymətini soruşur. A 1-dir, B də 6-dır. O da eləyir 7. Demək ki, cavab 7-yə bərabərdir. Bu tipdə sual nümunəsinə baxın. ABC-ni KC-yə vuranda bu qiymət alınır. İndi burada bir nüans var, o da nədir? C-ni C-yə vuranda C alınır. Bu ancaq 4 qiymətdə alınır. 4 dənə qiymətdə. 1. 0 qiymətində. 2. 1 qiymətində. 3. 5 qiymətində. Bir də 6 qiymətində. Başqa heç bir qiymətlərdə alınmır. Çünki 0-ı 0-a vuranda 0 eləyir. 1-i 1-ə vuranda 1 eləyir. 5-i 5-ə vuranda 25 eləyir.
yəni 5 ilə qutarır. 6-nı 6-ya vuranda 36 edir, yəni 6 ilə qutarır. Cəmi 5 dənə qiymətdə, 4 dənə qiymətdə 0, 1, 5, 6 qiymətində bu bərabərlik ödənilir. Amma fikir versək ki, S 0 ola bilməz. Çünki 0-ı 0-a vuranda 0 eləyər də bura. Düzdürmü? Bu ədədin özü 0-dırsa, ABC-ni 0-a vuranda 0 eləyər. Bu getdi. 0-ı qoya bilmərəm. 1 də qoya bilmərəm. Çünki 1 qoysam ABC-ni 1-ə vuranda ABC eləməlidir. Amma 1710 S eləyib. Demək ki, 1 də ola bilməz. Ya 5-dir, ya da 6-dır. İndi bunu necə müəyyənləşdirək? Yerinə qoyaraq müəyyənləşdirə bilərik. Başqa cür, heç cür. Baxsaq ki, tutaq ki, S-nin yerinə 5 qoyuram. S 5 olsa, onda 1715 olur bu. 1715-i 5-ə bölən neçə eləyir? Demək, 1715-i 5-ə böləndə 343 eləyir. Burada nə görürəm? Burada görürəm ki, A da 3 oldu, S də 3 oldu. Onda A ilə S bir-birindən nə oldu? Bərabərləşdi. A da 3-dür, S də 3-dür. Belə hal ola bilməz. Demək ki, S-nin 5 qiymətini də nə edirəm? Götürmürəm. Onda S-nin bir dənə qiyməti qalır, o da nədir? 6. Harada S gördüm, yerinə 6 yazıram. İndi 1716-nı da 6-ya bölən neçə eləyir? 286. Demək, A2-dir, B də neçədir? 286. Bizdə nəyi soruşur? ABC-nin, yəni 286-nın üzərinə gəl K vur S-nin. K buradadır, S haradadır? S də 6-dır, elə. İndi K-nı tapaq. Neymiş? 8. İndi buradan da K-nı tapa bilərsən də. 286-nı K-ya vuranda 858 edir. Demək, onda K-nın qiyməti neçə olmalıdır ki, onda 858-i bölərsən 286-ya. Nə qədər düşəcək? Demək, K-nın da qiyməti neymiş? 3 edir. Onda K-yı da gətirdim 3 yazdım. S də 6-dır. 286 ilə nəyin cəmini soruşur bizdən? 18-in cəmini soruşur. O neçə eləyir? 304 eləyir. Deməli, sualda da gördüyün necə işlədik. Sualları yer dəyişmək. Ümumiyyətlə, şifrəni əməlləmə ölçüsünü işləyəndə ehtimaldan istifadə edirik. Yəni, bir dəfə 5 qoyuruq, bir dəfə 6 qoyuruq. Yəni, yoxlamalardan istifadə edərək yazırıq bunu həmişə. İndi bu suala baxsaq, bu sualın nümunəsində bizdən nə istəyir? Bizə deyir ki, K, L, M, F və P-nin cəmini tap. Demək ki, buradakı ədədləri tapmayın. Burada baxan kimi gördüyüm bir nüans nədir? KL, K-nı K-ya vuranda KL, K-nır. Demək, K-nın qiyməti nədir? 1-dir. Harada K görürəm, yerinə 1 yazıram. Sonra 1 ilə 1-i toplayanda 2 eləyir. Demək, P-nin qiyməti neçədir? 2. 1 ilə 1-i toplayanda yenə 2 eləyir. Onda M-in qiyməti də 2. Amma düz gəlmir axı, P-nin qiyməti 2. Onda demək, bundan bir vahid bura verib ki, bu 3 olub. Onda M-in qiyməti nədir? 3. M-ə də 3 yazdıq. Sonra, indi burada başqa bir suala baxaq. O da nədir? Eli 1-ə vuranda el alınır. Eli elə vuranda 1 alınır. Eli 1-ə vuranda heç bir yaddaş gəlməyəcək də bura, düzdürmü? Onu yadda saxladıq. Eli elə vuranda 1 alınır. O hansı vəziyyətdə alınır? Hansı rəqəmlərdə alınır? Yəni, nəyin kvadratı 1 eləyir? 9-un. Demək ki, elin qiyməti nədir? 9. El də 9. Harada el görürəm, yerinə 9 yazıram. 9, 9, 9. Demək, sonra da bizdən istənilir nə? K, L, M, F, P-nin cəmi. K 1-dir. Sonra L 9-dur. Sonra M haradadır? M 3-dür. M 3-dür. F buradadır. F'i də necə taparıq? 191-i 9-a vurarıq da, düzdürmü? O da eləyir, neçə? 1719. Demək, F'in də qiyməti nədir? 7. Sonra nəyə soruşur? P-ni soruşur. P də buradaydı. P də 2-dir.
O da neçə edir cəmi? 22. Demək ki, cavabımız 22 idi. Aha, indi bizə bu tipdə sual nümunəsi verir. Deyir, bu ədədə vurdum, bu ədəd alındı. İndi deyir ki, bu ədəd nədir? İndi variantlara fikir versək, variantlarda K-nın axırıncı ədəddir, düzdürmü? Hamısında K-nı neçə verir? 6. Demək, K-nın qiyməti nədir? 6. 5 də ola bilər. Biz niyə görə? Çünki K-nı K-ya vuranda K eləyirsə, biz dedik 4 dənə qiymətlədir. 0, 1, 5, 6. Burada hazır elə 6 verib də. Ona görə nə edirəm? Harada K gördüm? Yerinə 6 yazdım. Yazaq. 6, 6, 6, 6. Burada 6. Aha. İndi nə alınır? 2556 edir. 2556-nı 6-ya bölməliyəm ki, uzu 6-nı alım. Çünki uzu 6-nı 6-ya vuranda bunu alır da, düzdürmü? Onda 2556-nı 6-ya bölürəm. O da eləyir neçə? 426. Demək, onun qiyməti nədir? 4-dür, zının da qiyməti 2-dir. Demək, bunu da tapdıq. 426. İndi 6 ilə 5 1 eləyir. Bunu da yazaq bura. Bir dənə qaldı. Bir dənə qaldı bu ikincini tapmaqda. 426-nı nəyə vurmalıyıq? 6-nı elə vuranda 6 eləyir. Bu hansı qiymətində eləyə bilər elin? Ya 6 qiymətində eləyər. 6 vur 6, 36 eləsin. Ya da 1 qiymətində eləyər. 6 qiyməti ola bilməz, çünki K-yı biz nəsə tanımışıq? 6 tanımışıq. Demək ki, elin qiyməti nə olacaq? 1. El də 1-dir. Onda burada neçə olur? 4, 2. 5 ilə 2, 7 eləyir. Bir də buradan gəlmişdi, 8. 4 ilə də 2 neçə eləyir? 6. İndi 6816 hansı variantdır? D variantı. Demək ki, cavab 6816 olmuş olacaq. Demək, vurmanı bitirdik. Vurma əməlləri qutardı. Vurma ilə bağlı sual nümunələrini də yazdıq və göstərdik. İndi keçək bölməyə. Bölmədə ən önəmli 2 dənə nüans var. Onları qeyd edək. 1. Tutaq ki, A-nı B-yə böldüm, C elədi. Və burada da qalıq qaldı, düzdürmü? Burada önəmli olan 2 dənə nüans var. Birinci nüans nədir? A nəyə bərabərdir? Bu A. B vur C, üstə gəl Q'ya. Düzdürmü? B vur C, üstə gəl Q'ya bərabərdir. İkinci nüans da odur ki, Q hər zaman bu B-dən kiçik olmalıdır. Kiçik olmalıdır ki, qalıq ola bilsin. Bu 2 dənə şərti gözləməklə biz bütün bölmə hamısını həll edə biləcəyik. Bölmə elə vurmanın tərsidir də, yəni orada çətin bir şey yoxdur. İndi baxaq suallarına. Bizə 2 dənə bölmə verir və deyir ki, minimum A-nı hesabla. Sən gətirib minimum A-nı buradan hesablasan, səhv eləyəsən. Çünki burada B-ni də həmçinin C-yə bölünmüş olur, düzdürmü? Demək, biz bunu tapmaq üçün birinci C-nin minimum qiymətini hesablamalıyıq. Ayşə, C minimum 6 ola bilər də, bundan bir vahid böyük. Demək, C neçədir? 6. Onda B-nin də qiyməti nə olacaq? 6 vur 2, üstə gəl 5, 17. Demək, B-də 17-dir. İndi gətirib B-ni burada yerinə qoyuram. 17. A da bərabər nəyə? 17 vur 4, üstə gəl nə? 3-ə. Qalığı da vardı onun orada. O da eləyir 71. Demək ki, A-nın minimum qiyməti neçə olmalıdır? 71 olmalıdır. Yəni, bunu unutma. Birinci, buradan başlasan minimum qiymətə səhv eləyəsən. Minimum qiymətə buradan başlamaq lazımdır. Burada minimum qiymət B-nin neçə olur? 4 olur da minimum qiymət. Amma sən bura 4 yazsan, 4 6-ya bölünmür axı. Həm qismətdə 2 qalsın, burada da qalıqda 5 qalsın. Alınmır onu. Ona görə birinci B bu üst tərəfdən başlamaq lazımdır. İndi bu sual nümunəsinə baxaq. Burada bizə verib ki,
A-nı B-yə böləndə 3 eləyir. Ta ki, buraya qədər verir. Sonra deyir ki, A-nı D-yə böləndə 24 eləyir. Qalığı hesablayın. Bunu necə hesablayasın? A-nı mən belə D-yə bölə bilməm. Düzdürmü? A-nı D-yə bölməyim üçün A-nı D-yə gətirməyim lazımdır. A-nı D-yə necə gətirərəm? Buradakılarla hissə. A nəyə bərabərdir buradan? 3B üstəgəl 2-yə. B nəyə bərabərdir? 2C üstəgəl 1-ə. C nəyə bərabərdir? 4D-yə. Düzdürmü? Qalığı yoxdur, bunun 0-dır. İndi gətirirəm mən birinci, buradakı C-nin yerinə bu D-nin qiymətini qoyuram. Onda olacaq nə? 2 vurulsun. C-ni yazıram 4D, üstəgəl 1. O da neçə eləyir? 4 vurur 2, 8D plus 1. İndi B-ni də D ilə ifadə elədim ki, neçədir? 8D üstəgəl 1. İndi gətirib bu B-nin yuxarıda yerinə bunu qoyuram. 3 vurulsun 8D üstəgəl 1 üstəgəl 2. O da neçə eləyir? 24D üstəgəl 3 üstəgəl 2, o da 5 eləyir. Demək, indi artıq A-nın qiymətini tapdım. A nədir? 24D üstəgəl 5. İndi gətirib burada A-nın yerinə yazıram 24D üstəgəl 5-i. D-yə böləndə 24 eləyir. 5 bölünmür, qalığa düşür. 5-i də nə edirik? Qalığa yazmış olur. Demək ki, qalığımız neymiş? 5. Bu qədər sadə. Bu sualdan bizdən A ilə B-nin cəminin 35-ə bölünməsindən A-nın qalığı tanımaq lazımdır. Yenə biz burada A ilə B-nin cəmini 35-ə bölə bilməliyik və yaxud da. Demək, burada nə edirəm? A-nı birinci yazıram. A nəyə bərabərdir? 6B üstəgəl 3-ə. Düzdürmü? B nəyə bərabərdir? 5C üstəgəl 2-yə. İndi burada A ilə B-ni toplaya bilmərəm. Çünki 6B üstəgəl 3-dür, 5C üstəgəl 2-dir. Onu 35-ə bölə bilməyəcəm. Onu nə edirəm? İkisini də eyni əsasa gətirirəm, eyni bir hərifə. O da nədir? C-dir də ikisində də ona. Gətirəm B-nin yerinə bunu yazıram yuxarıda. 6 vurulsun, 5 üstəgəl C üstəgəl 2 üstəgəl 3. Edir nə? 30 C, 6 vur 2, 12 eləyir. 12-nin də üstünə 3 gələndə 15. Demək, 30 C üstəgəl 15-ə bərabərdir. İndi burada yazıram. A-nın yerinə 30 C üstəgəl 15 yazıram. B-nin də yerinə öz ifadəsini yazıram. 5 C üstəgəl 2. O da neyinir? 35 C üstəgəl 35 C-ni 35-ə böləndə C eləyir. 17 35-ə bölünmür deyə qalığa gedir. Demək ki, sual işarəsi 17-yə bərabərdir. İndi bu sualları necə işləyir? Əgər həll yolu yoxdursa, yəni həll yolu nədir? Bu bölünmə ardıcılığı yoxdursa, onda bunu necə işləməliyik? Onluq ayrı işləyən bir şey var da, riyaziyyatlar birlikdə onluq yazılışı. 6K-ya nə deməkdir? 600 üstəgəl 10K üstəgəl 50 deməkdir də. Onda 600K-ya nəyə bərabərdir? 6K 50. Yəni bu üç rəqəmli ədəddir. Bərabərdir nəyə? 51K üstəgəl 0. Düzdürmü? İndi burada bunu parçalayıram. Bunu necə yazıram? 600 üstəgəlinsin K şəklində yazıram. Elə eyni şey deməkdir. 600 üstəgəl K elə 600K deməkdir. Bərabərdir 51K ilə. Aha. İndi K ilə bu tərəfə keçirsən, qalacaq 600 bərabərdir nəyə? 50K ilə. 50 nəyə vuranda 600 eləyir? 12-yə. Demək, K neçədir? 12. Məndə K ilə L-nin cəmini soruşur. K 1-də L 2-dir, o da eləyir 3. Demək ki, cavab nədir? 3. Əgər hər yolu yoxdursa, ardıcılıq, onda bu şəkildə onluq yazılışını yazmaq lazımdır. Yenə hər üsulu verilməyib, hər ardıcılığı yoxdur məndə. Yenə parçalaya bilərim. Birincisi nə yazmalıyım? K-ya nəyə bərabərdir? K
K'ya bərabərdir. M-in vurulsun. K üstəgəl nə? Elə. İndi bunu yazaq. Bu nə deməkdir? 10K üstəgəl el. Sonra o birisini də parçalayır. M-ni də parçalayır. O da nə deməkdir? 10M üstəgəl n vur K üstəgəl el. Buradakı ellər getdi. Bunlar ixtisara getdi. Aha. Sonra vurub açaq. 10 yox. Daha doğrusu bu qalacaq yerdə. 10K bərabərdir nəyə? 10M üstəgəl n vur K'ya. Hər tərəfdə K'ya bölə bilərəm də. Çünki 10 vur K deməkdir. K'ya böldüm. Nə qaldı yerdə? 10 bərabərdir 10M üstəgəl n deməkdir. 10M üstəgəl n nə deməkdir? M-in deməkdir də. M-in 2 rəqəmli ədədi deməkdir də 10M üstəgəl n. M-in də nəyə bərabərdir? 10-a. Onda demək ki, M1-dir. N də nədir? 0-dır. Məndən də M-in qiymətini soruşur. M də neçədir? 1. Demək ki, cavab 1-dir. Yəni, bu şəkildə işləmək lazımdır. Bunun həll yolu budur. Başqa həll yolu yox. İndi bizə belə bir bölmə əməli verib və bu bölmə əməlində K ilə L-in cəmini bizdən soruşur. İndi biz burada nə etməliyik? Bax, fikir ver. Bu M-in hardan alınır? Bu M-in. Bu M-in N-ə vurulmasından alınır. Düzdürmü? M-in N-ə vuranda M-in alınırsa N 1-dir. Demək, harada N görəm yerinə nə yazıram? 1. Harada N görəm yerinə 1 yazıram. Sonra, L-dən 0 çıxanda 6 alıb. Onda L-in qiyməti 6-dır. L-in də yerinə gətirib 6 yazım. İndi 110-dan, bu 110 elədir də. Nədən 110 çıxanda 16 eləyir? 126-dan. Demək, M-in də qiyməti nədir? 2. M 2-dir. Harada M gördüm, yerinə 2 yazdım. Aha, 2 yazdım. Burada da 2 yazaq. Burada 1 yazaq. Aha. İndi bizdən nəyə soruşur? KL-in qiymətini də. İndi KL-dən 22 çıxanda 12 alıb. Onda KL neçədir? 34. Yazıram 3, 4. İndi bizdən də 3 ilə də 4-ün cəmini soruşur. O da 7-yə bərabərdir. Yəni, çətin heç nə yoxdur. Sadəcə olaraq diqqətli şəkildə işləmək lazımdır. Uzun görsənə bilər, amma çox sadədir, yəni asan. Sadəcə bilmək lazımdır ki, bunu buna vuranda buradakı alınır. Götürüb bunu buna vurub buradakını yazır, bir şey deyil. Bu axırıncı, bu axırıncının vurulmasıdır. Yəni, vurmanın təsirlər bu bölüm. İndi bu şəkildə olarsa, bizdən x ilə y-in cəmini soruşur. Burada da heç bir çətin şey yoxdur. Burada biz x ilə 24-ün yerini dəyişə bilərik. Cavab dəyişəcək? Yox. Çünki 399-u x-ə böləndə 24 edirsə, 399-u da 24-ə böləndə x eləməlidir. Onda demək, bunu bu şəkildə yazacaq. 399 bölünsün 24. İndi 399-u 24-ə böləndə neçə düşür? 16 düşür. Qalıqda da 15 düşür. Demək, x-in qiyməti nədir? 16. Y-in də qiyməti 15-dir. İndi deyir ki, bu ikisinin cəmi neçə eləyir? X ilə Y. 31. Demək ki, cavab 31-ə bərabərdir. İndi bu suala baxaq. Bu sual biraz çaşdırıcı görsənir. Çaşdırıcı bir sualdır. Bu sualı işləmək üçün 2 dənə yol var. Ya yerinə rəqəm qoya bilərik, ya da özümüz işləyə bilərik. Bax, birinci baxıram ki, ABC-ni 1-ə vuranda ABC edir də. Demək, 1 yazmalıyım. 1 yazdım. Onda burada nə qalır? ABC-dən ABC çıxanda 0 edir. 0, onda bu A neyləməlidir? Düşməlidir aşağıya. Düzdürmü? A ABC-yə bölünmür. Onda nə edirəm? B-ni də düşürdürəm aşağı. B-ni aşağı düşürdümsə, 2 dənəsini eyni anda aşağı düşürdürəmsə, bir dənə 0 yazıram oraya. Ona görə bir dənə 0 yazdım. AB də ABC-yə bölünmür. Demək, nə edirəm? C-ni də aşağı düşürdürəm. Onda bir dənə də 0 əlavə edirəm bura.
Çünki 3 dənəsini düşürdüm aşağı. Sonra ABC-ni də ABC-yə böləndə 1 edir. Bu qədər. Yəni burada çətin heç nə yoxdur. Yerinə rəqəm də qoysan eyni mahiyyəti daşıyır. Lap 1, 2, 3 qoy. 1, 2, 3, 1, 2, 3. Onu böl 123-ə. Bunu da bölsən 1001 edir. Yəni rəqəm qoya da bilərsən və yaxud da ki, belə özün də rahat işləyə bilərsən. Heç bir fərqi yoxdur. Bu suala baxsaq, bizdən burada deyir ki, S-nin minimum və maksimum qiymətlərinin cəmini hesabla. Burada S-ni Y-yə vurub S alıbsa, Y 1-dir, ona deyəcək bir şeyim yoxdur, düzdürmü? Amma digər nüans nədir? S-ni S-yə vurub, S ilə qutarıb. Görsən, S vursa, S ilə qutarıb. Bu da demişdik ki, o hansı variantlarda alınır? 0, 1, 5, 6. 0 ola bilməz, çünki heç nəyə 0-a bölənmərsən. 1 ola bilməz, çünki 1-i 1-ə vuranda 1 eləməliyik, 2 rəqəmli ədəd yox. Onda demək minimum qiyməti neçə olacaq? 5. Maksimum qiyməti neçə olacaq? 6. Ona cəmi 11. Bizdən də bunu soruşurduq. S-in minimum və maksimum qiymətlərinin cəmini hesabla. Baxaq görək bizdə nə var? Bu var, bölmə var. Bir də yazıb ki, x 2y-ə bərabərdir. X-in qiyməti 2y. İndi nə edirik? Birinci h-ın qiymətini hesablayıram. Bax, h-ın qiyməti 1 ola bilməz. Niyə görə 1 ola bilməz? Çünki 1-i 1-ə vuranda 1 edir də, düzdürmü? Yaddaş da gəlsə, heç vaxt nəyə 500-ə çatmır, düzdürmü? 160 neçənisə 1-ə vuranda heç vaxt 500 neçəsə eləmir. Ona görə demək h-ın 1 qiymətində alınmır. Amma h-ın 2 qiymətində alınır, düzdürmü? H-a 2 qoysan 400 neçəsə eləyir, yaddaş da gəldi 500 elədir. Amma h-ın 3 qiymətində də alınmır. Çünki niyə? 3-ü 3-ə vuranda 9 eləyir, 5-i vurdu keçdi. Demək h-ın ancaq hansı qiymətində alınır? 2 qiymətində. 2. 2 yazacağım. Harada h görəm, yerinə 2 yazacağım. Aha, ikinci nüansım nədən ibarət? X, Y-i tapmalıyım. X, Y-i taparkən buradakı şərtə əməl edəcəm. İndi baxıram. Bax, bu 2, 6, Y-i 3-ə vuranda bu alınır da, düzdürmü? 3-ü 6-ya vuranda neçə eləyir? 18. 3-ü 2-yə vuranda 6. Bir də yadda gələcək 7, düzdürmü? Ya 3-ü Y-ə vuranda neçəsə 2 yaddaş gəlir, bunu da vuranda 18 eləyib, 2 də yadda gəlir. Ya onda bu Y7 ola bilər, ya bunu yaddaş verməsin, 3 dəfə 8-in 18 eləsin, ya 1 yaddaş versin, 19 eləsin, bir də gələndə 3-ün üstünə 7 eləsin, düzdürmü? Ya X-in 7 qiymətində ödənəcək, 1 yaddaş versə, 2 yaddaş verirsə 3 dəfə 6-dan 18. Digəri də elə ki 2 yaddaş verir, elədi 20, tutaq ki deyiləndə 2 oradan yaddaş gəlir. Onda x-in qiyməti neçə olur? 8 olur. Düzdürmü? İndi şərtimiz nədir? X bərabərdir 2y. 2y olmalıdırsa onda x 7 ola bilər. Ola bilməz. Çünki y cüt ədədir. X cüt ədədi olmalıdır. Ona görə cavab 7 deyil. X-in ancaq hansı qiymətində alınır? 8. 8-i də 2-yə böləndə 4. İndi x, y, h-ın hasını soruşur. X 8-dir, y 4-dür, h da 2-dir. Eləyir 64. Yəni bu sual biraz ehtimal kimi gedirsən də. Burada neyiniyim, burada hansı yoldan istifadə edeyim, bunları biraz diqqət etmək lazımdır. Vurma dedik, bölmə dedik, indi gəldik çıxmaya. Çıxmada önəmli olan 2 dənə nüans var, onu ilk başdan deyim. Birinci, 2 rəqəmli ədəddən onun tərsini çıxanda, 2 rəqəmli ədəddən onun tərsini çıxanda cavab hər zaman 9-a bölünən ədəddir. Hər zaman. Bu 9 ola bilər, 18 ola bilər, 27 ola bilər. Ta ki, neçəyə qədər? 72-yə qədər. 72-dən öncə böyük ola bilməz. Çünki heç bir 2 rəqəmli ədəddən onun tərsini çıxanda 72-dən böyük ədəd ala bilmərsən. Maksimum 91-dir. 91-dən də 19 çıxanda 72 edir. Yəni maksimum bunu ala bilərsən.
Yəni ki, 2 rəqəmli ədəddən onun tərsini çıxanda cavab hər zaman 9-a bölünən ədəddir. 3 rəqəmli ədəddən onun tərsini çıxanda A, B, C-dən C, B, A-nı çıxanda X, Y, Z edir. Düzdürmü? Burada da nüans nədən ibarətdir? Onu göstərir. Orta hər zaman 9-dur. Həmişə. Demək, Y neçədir? 9. Y 9-dur. Bunu yazın. İkinci şərtim nədir? Kənardakı 2 dənə ədədin cəmi 9-a bərabərdir. Yəni, X ilə Z-in cəmi nəyə bərabərdir? 9-a. Füsun. Başqa heç bir əlamət yoxdur. 2 rəqəmli ədəddən onun tərsini çıxanda cavab hər zaman 9-a bölünən ədəddir. 3 rəqəmli ədəddən onun tərsini çıxanda orta həmişə 9-dur, kənarların cəmi 9-a bərabərdir. Demək, sadəsindən başlayaq, deyək, AB-nin hasilini soruşur. Burada 6-dan 1 çıxanda neçə edir? 5. Demək, B-nin qiyməti neçədir? 5. Burada 5 yazsam, 5-dən də 2 çıxanda 3 eləyir. Burada da 8-dən A çıxanda A eləyir. O nə olacaq? Hər hansısa bir yaddaş gəlməyib ki, verməyib ki, yox. Onda 8-dən 4 çıxanda 4 edir. Onda A ilə də 4 vur 5, 20-dir. Və cavab 20-dir. İndi burada bizə deyir ki, T ilə L-in cəmini tap. Biz bayaqlar dedik ki, 3 rəqəmli ədəddən onun tərsini çıxanda orta həmişə 9-dur. L neçədir? 9. Kənarlarının cəmi də 9-dur. Onda T neçədir? 2. Onda T ilə L-in cəmi neçə olur? 2 üstəgəl 9, 11. Cavab 11-ə bərabərdir. Burada bizə verib ki, K ilə L-dən LKK çıxanda N-im 6 edir. Burada bir nüans var. O da nədir? Bax, görürüm ki, K L-dən böyüdür, düzdürmü? Çünki yüzlük mərtəbəsində çıxa bilirəmsə, demək ki, böyüdür. Onda demək, burada L-dən K çıxanda bundan nə edəcək? 10-luq alacaq. Onda demək, bu nə olacaq? 10 üstəgəl L çıx K bərabər nəyə? 6-ya. Onda L çıx K nəyə bərabərdir? Mənfi 4-ə. Onda K çıx L-də müsbət 4-ə bərabərdir. K çıx L-i tapdıq. Müsbət 4-dür. İndi L-dən K çıxanda M alınır. L-dən K çıxanda 6 edirdi. Bir yaddaşını buna verdi deyə bu səfər M-in qiyməti nə olacaq? 6-dan bir vahid balaca olmalıdır. Onda M-in qiyməti neçədir? 5. K-dan L çıxanda neçə eləmişdi? 4. Amma K bir vahidini buna verdi axı. Onda demək 4-ü nə edəcəyik? Bir vahid azaldacaq. Onda N-in də qiyməti neçə olacaq? 3. Onda bizdən də N-lə M-in cəmini soruşur. 3 ilə də 5-in cəmi 8 edir. Bu tip məsələlərdə sadəcə görmək lazımdır ki, K L-dən böyükdür. Sonra bu şəkildə yazıb K-dan L çıxanı tapırıq və bura tətbiq eləmək lazımdır. Bayaqçı qaydaya əsasən dedik ki, 2 rəqəmli ədəddən onun tərsini çıxanda cavab hər zaman 9-a bölünən ədəddir. 9-a bölmə qaydası nədir? Ədədlərinin rəqəmləri cəmi 9-a bölünürsə, ədəd 9-a bölünür. 5 var, S neçə olmalıdır ki, ədəd 9-a bölünsün? 4. Demək, S neçədir? 4-dür. Məndən də S-nin qiymətini istəyirdi, S 4-ə bərabərdir. Aha, bizə verib ki, K-dan M çıxanda neçə eləyir? 5 eləyir. Bax, burada yenə nüans nədir? K L-dən böyükdür, düzdürmü? İndi fikir ver. Bizdən nəyin qiymətini soruşur? L-in qiymətini soruşur da bizdən. Bax, K-dan L çıxanda M eləyir. L-dən K çıxa bilirəm? Yox. Çünki dedik ki, K L-dən böyükdür. Onda nə olacaq? Bu buna 1 onluq verəcək. Düzdürmü? Onda demək bu nə olacaq? K çıx 1 olacaq. Düzdürmü? K çıx 1-dən L çıxanda neçə eləyəcək? M eləyəcək. Aha. İndi burada bax, M-i keçirsən bu tərəfə, 1 ilə L-i də bu tərəfə keçirsən, onda nə qalacaq? K çıx M bərabər nəyə? L üstəgəl 1-ə. İndi K çıx M-in qiymətini bilirəm də, neçədir? 5. Gətirib yerinə qoyuram. 5 bərabərdir L üstəgəl 1-ə. Onda L də neçəyə bərabərdir? 4-ə. L 4 olmalı ki, 4-ün üstünə 1 gələndə 5 eləsin. Bu tipli misalı da bu cür işləmək
lazımdır. Bu tipli misal nümunələri gördüm. Bu şəkildə nümunə gördüm. Nə eləmək lazımdır? Onluq yazılışını yazmaq lazımdır. AB nə deməkdir? 10A üstə gəl B. A nə deməkdir? 10A üstə gəl A. Bu şəkildə hamısını nə edəcəm? Toplayacam. Çünki burada nə var? Toplama işarəsi var. İndi baxaq. Onluq mərtəbəsində neçə dənə A var? 1, 2, 3. Demək 30A. Təklikdə neçə dənə A var? 1, 2, 3. Nə olacaq? 33A olacaq, düzdürmü? Onda 33A üstə gəlinsin. B-yə baxıram. 1, 2, 3, 1, 2, 3. Demək bu da 33B olacaq. O da nəyə bərabərdir? 396-ya. İndi 33-ü mörtəzə xaricində çıxartsam, qalacaq nə? A üstə gəl B bərabərdir 396-ya. Onda A ilə B nəyə bərabərdir? A ilə B-nin cəmi. Onda neçə eləyir? 12. Bizdən də nəyə soruşur? Minimum A vur B-ni. Minimum A vur B-ni istəyir. Bax, A vur B 12 eləyirsə, bu hansı hallarda olur? 12, 11, 10. Mən 11 yaza bilmərəm. Niyə görə? Çünki bunlar tək rəqəmli ədədlərdir. Demək, mən yazmağa başlayanda hardan başlayacağam? Bir rəqəmli ədədlərdən. Onda maksimum neçə olur? 9. 9 ilə nəyə toplayanda 12 edir? 3'ü toplayanda. Demək 9, 3 olacaq. Başqa nə olacaq? 8, 4. Sonra 7, 7, 5. 6, 6 təkrarlanır. Təkrarlanır da 6, 6 təkrarlanır. AB fərqli ədədlərdir bir-birindən. İndi baxsaq ki, 9'u 3'e vuranda 27 eləyir, 8'i 4'e vuranda 32 eləyir, 7'ni 5'e vuranda 35 eləyir. Minimum AB hansında oldu? 11'de. 9 vuruşda oldu da, düzdürmü? 27'den. Bəli. Demək ki, bunun minimum hasili neçə eləyəcək? 27. Yadında saxla. Minimum hasil almaq istəyirsənsə, rəqəmlər bir-birindən uzaqda olmalıdır ki, minimum hasil Ən böyük alsın. almaq istəyirsə az olmalıdır. Ayşə, ən böyük almaq istəyirsənsə, aralarında məsafə az olmalıdır. Burada 7 ilə 5 arasında məsafə azdır. Ona görə maksimal qiymət aldı. 9 ilə 3 arasında məsafə böyükdür deyə minimum qiymət aldı. Yəni bunu yadda saxla. Minimum almaq üçün uzaq məsafələrə baxmalısın. Toplamada ümumiyyətlə qaydalar var. Bir o qaydaları deyək. O qaydalar nədir? Bir rəqəmli ədədi toplayıramsa, 2 rəqəmli ədəd alıramsa, birincisi həmişə 1-dir. 2 rəqəmli ədədləri toplayıramsa, 3 rəqəmli ədəd alıramsa, birincisi həmişə 1-dir. Bu say olaraq 2 dənəliyə aiddir. Yəni 2 dənə ədəd toplayanda almaq lazımdır. Nə bilim, 4 rəqəmli ədədi toplayıramsa, 2 dənə. Və cavabda 5 rəqəmli ədəd alıramsa, birincisi həmişə nədir? 1'dir. Yəni bu qaydanı yaddan çıxarmır. Bu say olaraq 2 dənəliyə aiddir hər zaman. Sonra ikinci qayda nədir? Tutaq ki, bu ədədləri toplayırsan, bu ədədləri toplayanda bu üçündən biri alınır burada. Tutaq ki, C alınır. Düzdürmü? ABC-ni topladım, C alındı. Onda yadında saxla. A ilə B-nin cəmi neçə eləyir? 10. Eləyir ki, üzərinə də C gələndə C alınsın. B alınsaydı B, onda A ilə C-nin cəmi 10 eləməli idi ki, cavab B alınsın. Yəni hansı alınırsa, üçündən hansı alınırsa, digər o ikisinin cəmi 10'a bərabər olmalıdır ki, bu bərabərliyi ödənə bilsin. Aha, indi buna baxaq. Bax, bu sualda görürəm ki, 2 dənə 2 rəqəmli ədədi toplayıb 3 rəqəmli ədəd alır. Onda demək, bu nədir? Bayaqla yazdığım qaydaya əsasən 1'dir. Demək, M-in qiyməti nədir? 1'dir. Harada M görürəm, yerinə 1 yazıram. Aha, yazaq. 1, 1. Və bizdən nəyə soruşur? Minimum KL hasilini. Yəni, minimum K vur L soruşur. Yaxşı. K vur L 1 eləyirsə,
Bu ancaq hansı qiymətləri edə bilər? 0, 1 qiymətində alınar, amma 0 ola bilməz, çünki 0-dan heç bir ədəd başlamır. Demək ki, 0, 1 deyil. Onda demək bu 1 deyil, neçədir? 11-dir. İndi 11 qiymətlərini hansı halda ala bilər? KL bərabərdə 11-ə. Yazaq. 9, sonra 2, 8, 3, 7, 4, sonra 6, 5. Minimum istəyirsə, bir-birinə uzaq ədədlər olmalıdır. Yəni, burada 6, 5 üzrə maksimal qiymət alacaq. Çünki 6, 5 necədir? 30, 7, 4, 28. Azala gedir. Demək, minimum qiyməti harada alır? Burada alır. Amma tələsmə. Cavab bu deyil. Cavab 9-2 deyil. Niyə görə 9-2 deyil? Bax, K-nın yerinə 9 qoysan, L-in də yerinə 2 qoymalısan da, düzdürmü? Çünki 11 eləsin. Onda 99 ilə 22-ni toplayan neçə eləyir? 121. Onda nə oldu? L də 2 oldu, N də 2 oldu. Demək ki, 9-2 nə ola bilməz? Ay, son. 9-2-dən sonra minimal qiymət harada alınır? 8 ilə 3-dən. 8 də 3 olan neçə eləyir? 24. Demək ki, K ilə L-in minimal hasili neçə ola bilər? 24. Bunu yoxlamağı unutma. Cavabı tapandan sonra burada yoxla. Bəlkə heç alınmır. Bəlkə heç burada da eyni üst-üstə düşür. Eyni olmaz. Hərflər bir-birindən fərqli olmalıdır. Şimdi bu cür sual nümunələri necə işləyir? X, Y, Y, S, V, S-dir. Bir dəfə toplayıb, bir dəfə çıxır. Bunları asan işləməyin bir qaydası var. O da nədir? Tənliklər sistemi. Daha bu X, Y, Y deməyək. Buna ümumilikdə A deyək. Buna da ümumilikdə B deyək. Bu üç rəqəmli ədədə B deyək. Onda nə olacaq? A üstə gəl B 386-ya bərabərdir. A çıx B də nəyə bərabərdir? 124-ə. Nə alındı? Tənliklər sistemi. Biz də tənliklər sistemini burada görürük ki, tərəf-tərəfə toplasam, nə olacaq? B-lər ixtisar edəcək. Onda qalacaq nə? 2A bərabərdir. 386-nın üstünə 124 gələndə 510. Düzdürmü? O da 255. A da bərabərdir 255-ə. Bizdən deyilən X, Y soruşurdu. A nəyə vermişdik? X, Y. X, Y neçədir? 255. Sonra, məndən deyilən onu soruşurdu. Cavab bu qədər. Yəni, bu çox sadə. Daha durub burada Y-dən S çıxanda 6, nə bilim, toplayanda belə şey ehtiyac yoxdur. Bu şəkildə tənlik yazsın, sistemi tənlik. Çox rahat şəkildə alınacaq. Demək, burada iki sual nümunəsindən baxarıq. Burada M, Y, M-ni S, MS ilə toplayır və 7S03 alır. Burada fikir veririk ki, Y ilə S-i toplayanda 3 edir. Bu 3 ola bilər, 13 də ola bilər. Amma 13 niyə görə ola bilməz? Çünki M ilə M-i toplayanda 9 eləməlidir ki, bir də yaxda 10 eləsin və 0 yazsın. Amma biz görürük ki, 9 2 dənə eyni ədədin cəmi ola bilməz. Demək ki, M burada 5 olmalıdır ki, 5 ilə 5-i toplayıb 0 alsın. Və bu da 13 deyil, 3 olmalıdır. Aha, 3 olmalıdırsa, onda Y-nin 2 və 1 qiymətlərində, 2 ilə 1-i toplayanda. Amma Y 2-dir ya 1-də onu bilmirəm. Onu tapmaq lazımdır. Onu hardan tapacam? Y-min yerinə 5 yazaq, 5. Deməli, indi yerinə qoyub yoxlamaq lazımdır sadəcə. Tutaq ki, burada S-in yerinə 2 qoysaq, S2 olsa, Y1 olacaq. S2 olsa, burada da 2 olsa, bu da 2 olmalıdır. 2-nin üstünə Y gələndə 2 eləyir. Bu alınmır. Plus da burada 5 ilə də 5 10 eləyir. Bir də buradan yaddaş gəlməlidir. Y ilə 2-ni toplayanda 11 eləməlidir. Üstünə 1 gəlib 12 eləməlidir. Amma elə olan halda da 5 ilə 2-nin cəmi 7 eləyir. Üstünə də 1 gəlib 8 eləyir. Alınmır. Onda demək ki, burada S-in qiyməti 2 ola bilməz. Biz S-lərin yerini siləcəyik. S-lərə bu səfər 1 yazacağıq. 1 yazsa, onda Y2 olacaq. 2 ilə 1 3, 5 ilə 5 10. 1 ilə Y-i toplayanda 10 eləməlidir ki, 1 də yaxda 11 eləsin. Onda bura
9. 5 ilə də 1 toplayanda 6. Buradan da 1 yaddaş verdi. 7-ni almış olduq. Yəni burada bizdən y-nin qiymətini soruşurdu. Y 2-yə bərabərdir. İndi bu sual nümunəsinə baxaq. Bu sual nümunəsində deyir ki, ABC, BCA və CAB-nin cəmi sualla bərabərdir və o aşağıdakılardan hansı ola bilər? Bu hansı ola bilər? Birinci biz bunun onluq yazılışını yazırıq. Çünki biz demişdik ki, əgər bu şəkildə görürsə, onluq yazılışını yazmaq lazımdır. Aha, yazaq. Bir dənə A-ya baxsaq ki, bir dənə elə yüzlükdə var, 100 üstə gəl. Bir dənə təklikdə var 10, bir dənə də burada var, onda 111 elədir. Demək 111A üstə gəlinsinin. B-yə də baxsaq, bir dənə yüzlükdə, təklikdə, onluqda və təklikdə, onda 111B. Bir də üstə gəlinsin 111C. Aha, burada da 111 vurulsun, A üstə gəl, B üstə gəl, C-yə. Yəni, cavablar elə cavab olmalıdır ki, 111'e bölünə bilsin. Çünki burada 111'e vuranda alınır. Variantlara da baxıram ki, A 111'e bölünür. Ona görə bu ola bilməz. D 111'e bölünmür. Bu da ola bilməz. Y 111'e bölünmür. Bu da ola bilməz. C də 111'e bölünmür. Bu da ola bilməz. Burada bir dənə 111'e bölünən ədəd B variantıdır. Demək ki, bu sualın cavabı B variantı olmuş olacaq. Məni izlədiyiniz üçün çox sağ olun, təşəkkür edirəm.